Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə HTML sənədinin yaradılması, onun VS Code-da açılması və belə deyək də ilk HTML sənədinə ümumi baxış keçirmiş olacağıq. Yəni HTML-də ilk kodlara baxmış olacağıq. Ümumiyyətcə HTML faylını tanımış olacağıq. Deməli dərsləri biz bir folder içərisində toplayacağıq. Bu necə olacaq? Məsələn, HTML dərsləri adında bir dənə folder yaratmışam burada. Folderi yaratmaq üçün sağ düymə eləyirsiniz, new hissəsindən folder deyirsiniz və adını yazırsınız. HTML dərsləri buradan yazırsınız. Folderi yaratmış olacaqsınız. Mən bunu silirəm buradan, çünki məndə var zaten burada. İndi bunun içərisinə daxil olduğumuz zaman görəcəksiniz ki, bunun içərisində heç bir şey yoxdur. Hal-hazırda heç bir şey yoxdur. Təbii ki, bunun içərisində biz fayllarımızı artıq başlayacağıq yaratmağa. Və bunun içərisinə daxil olandan sonra baxın, təkrar göstərirəm. HTML dərslərinə daxil olandan sonra bunun içərisində artıq sağ düymə eləyirik. New deyərək buradan folder yaradacağıq. İndi mən dərsin adını 03 yazacağam. Deməli HTML sənədinin yaradılması adım belə yazılır. Niyə görə 03 deyirəm? Çünki öncəki iki dərsimiz zaten keçilib, amma orada bizim deməli fayllarımız olmadığı üçün burada öz əksini tapmır. Sadəcə dərs belə deyək də sıralaması düzgün getməsi üçün, yəni o 1-2-ci dərslərdə nəzərə almaq üçün mən folderi də burada 03 yazacağam. 03 yazıram. HTML sənədinin yaradılması. İndi burada hərf səhvlərini düzəldə bilərsiniz. Aydındır, bunu niyə görə belə yazdım, 03 yazdım, yəni sıralamasını. Çünki bu dərsdən öncə bizim 2 dənə dərsimiz zaten var. Elə deyil, 2 dənə dərs keçmişik. Amma orada fayllarla iş görmədiyimiz üçün fayl açmamışdıq. Ona görə də burada 03-dən başlayıram ki, dərsin nömrəsi ilə folderlərin nömrəsi eyni getməsi üçün. Başqa bir şeyə görə yox. Yəni adım başqa bir şey də yaza bilərsiniz, onu demək istəyirəm. İndi məsələ nədir? Baxın. Biz bu folderi harda açmalıyıq? VS Code-da açmalıyıq, elə deyil. Bunu VS Code içərisindən də eləmək olar, amma mən onu çox istifadə eləmirəm. Ona görə də bu birisi yolu sizə göstərəcəm. Birinci yol, məsələn, bunu çəkirik aşağı, baxın. Bunu çəkdik. HTML dərsləri, yəni bu folderin içərisindəyik. Bunun içində nə var? 03 HTML sənədinin yaradılması var, elə deyil. Bunu tutaraq gətirib VS Code-un üzərinə buraxsaq, bu açılacaq harda? 03 HTML sənədinin yaradılması folderi açılacaq Visual Studio kodun içərisində. İndi gəlin bunun içərisinə bir dənə HTML sənədi də əlavə edək. HTML sənədi əlavə etmək üçün VS Code-dan da onu necə eləyə bilərsiniz göstərəcəm. Baxın, sağ düymə eləyirsiniz. New hissəsindən baxın, burada new hissəsindən keçirik. Text document var burada. Vururuq buna. Məsələn, index.html. Baxın, adını yazıram index. Fərqli bir adda yazmaq olar, amma normalda daha çox index görəcəksiniz. Nöqtədən sonrakı hissəyə deyirlər bu faylın uzanması, genişlənməsi daha doğrusu. Uzantısı da demək olar da türkcə desək əgər. Index.html yazsaq, bu olacaq HTML sənədi, HTML faylı. Enter vururam. Baxın, məndən dəyişimi deyir ki, HTML olduğu üçün bu HTML faylına dönəcəkdir. Artıq elə deyil. Baxın, burada brauzerin, hətta belə baxaq, bu formada baxaq. Google Chrome-un deməli loqosu bura düşdü. Elə deyil. İndi məsələ nədir? Biz bunu yaratdıq. Bunu tək də götürüb mən VS Code-da aça bilərəm. Və yaxud da ki, bu folderlə də aça bilərəm. Və yaxud da ki, bu HTML dərsləri folderinin özünü də VS Code-da aça bilərəm. Bunlar necə eləyəcəyik? Baxın. Terminalla da eləmək olar. Terminalla da eləmək olar. Və yaxud da ki, bunu buradan tutub bura sürüşdürməklə də olar. Məsələn, buradan tuturam, gətirirəm bunun üzərinə. Baxın. VS Code-un üzərinə gətirdim. Fərqli yollarını göstərəcəm, narahat olmayın. Burada sağ tərəfə bağlaya bilərik. Bu sizdə ola bilər gəlməsin, mən bağlayıram bunu. Və burada da ola bilər sizdə gəlsin, bunu da bağlayıram. İndi baxın, sol tərəfə baxanda HTML dərsləri var burada, elə deyil. Bu folderdir. Hətta buradan da göstərim sizə, daha aydın olması üçün. HTML dərslərini də açıram burada. Bu burada qalsın, VS Code da burada. Fikir versəz əgər. Bircə dəqiqə. Bunları sərgiyə salaq. Aha. Fikir versəz əgər, burada deməli HTML dərsləri folderinin içərisindəyi göstərir. Bunu backliklə açıb bağlaya bilirik. Baxın, bağladım. Və yaxud da ki, aça bilirəm burada. Burada da baxırıq HTML dərsləri içərisində idi hal-hazırda biz. Bunun içərisində HTML dərsləri içərisində nə var? 03 HTML sənədinin yaradılması folderi var. Burada da həmin folderi var. Burada indi onun içərisinə daxil olanda nə var? Index.html var. Burada onun içərisinə baxdığımız zaman, baxın backliki vururam, görürsünüz ki, index.html var. Burada xəttlə də göstərir ki, buna aiddir.
Mən bunu bağlasam ümumi bağlanır. Amma bunu bağlayanda yalnız buna aiddir. Elə deyil. Deməli burada 03 HTML sənədinin yaradılması dərsi altında index.html adında bir HTML faylı yaratdıq biz. Aydındır? Yəni burada yaratdıqlarımız ki var. Məsələn, burada indi fərqli bir folder yaradacağam. Test olaraq yaradım. Məsələn, 04 yazıram bura, enter vururam. Baxın burada da yarandı. Fikirləşirsiniz, burada da yarandı. İndi dərslərimiz artıq davam elədikcə, məsələn, mən burada 05 yaradacağam. 05 folderi yaradacağam. 06, 07. Onlar hamısı burada əksini tapacaq. İndi bizə lazım olan hansı olsa, məsələn, 03 HTML sənədinin yaradılması bu dərsdə isə buna daxil olacağıq, bu sənəddə işləyəcəyik. Aydındır? İndi bunu da buradan silin. Baxın, buradan silirəm, buradan da silinmiş olacaq. Buradan da silə bilərdik. Üzərində sağ düymə eləsəydik əgər, delete eləyə bilərdik. Gəlin, hətta onu da göstərim. Qoy bu dərsimiz ümumi məlumatlandırıcı dərs olsun da. Dərd olsun deyəcəkdim. Dərslə dərdi qarışdırdıq. Baxın, buradan silməyi bilirik də, üzərinə gəlirik, sağ düymə eləyirik buradan və yaxud da ki delete də deyə bilərik. Buradan delete deyə bilərik və yaxud da ki klaviaturadan delete vurmaq olar. Buradan da silmək üçün baxın, bunun üzərində fikir verin, belə bu formada yox. Bir dəfə seçdim bunu, baxın, seçilmiş hal-hazırda, rəngi dəyişdi. Sağ düymə eləyirəm, delete vururam, baxın, silməyimizi təsdiqləməyi istəyir, yəni bizim təsdiqləməyimizi istəyir. Vurdum, təsdiqləndi, silindi artıq. Aydındır? Bunun içərisinə və yaxud da ki bir şey əlavə etmək üçün baxın, bura baxıram. Burada ikinci bir HTML sənədi əlavə etmək istəsəm, faylı əlavə etmək istəsəm nə olacaq? Sağ düymə vuracağam, məsələn, new gələcəm, text document, məsələn, test yazıram bura, elə belə. Test yazdım, fikir verdiniz. Burada da yarandı artıq. Burada da biz görürük. VS Code'da da açmışıq axı bunu. Ona görə VS Code'da da görürük. İndi mən buradan əlavə elədim. Sağ düymə edib, new deyib, buradan text document yaratdım da bu genişlənməsinə fikir verməyin. Test üçün bunu yaratdım burada. .html deyə də bilərdiniz. Aydındır? Burada hal-hazırda mətn deməli faylı olaraq yaranıb da bu. İndi biz bunu buradan necə əlavə edə bilərik? Bəs gəlin bunu silək. Baxın, bunu silmək üçün yenə üzərinə vurdum. Sağ düymə eləyirəm. Delete deyirəm və buradan silirəm. Təbii ki, üzərinə seçib delete də vura bilərsiniz. İndi buradan əlavə etmək istəsəm əgər, baxın, buradan əlavə etmək istəsəm bunun içərisinə, bu 03 HTML sənədi yaradılması folderinin içərisinə bir fayl əlavə etmək istəsəm nə etməliyəm? İlk öncə bunu seçməliyəm. Baxın, bu seçilmiş haldadır. Əlavə eləsəm bunun içərisinə əlavə olunacaq. Və yaxud da ki, bu formada da olanda rəngi seçilmişdir. Amma bu formada eləməyin. Baxın, boşda olanda bu formada vursam, məsələn, test yazıram. Test yazdım bura. Enter vurdum. Fikir verin, hara düşdü bu? Baxın, bunun yanına düşdü. Bu 03-ün içərisinə əlavə olunmadı. Bu tələbələr çox bu səhvləri eləyir. Ona görə öncədən sizə bu məlumatları verirəm. Görürsüz, 03-ün yanına düşdü. Halbuki mən istəyirdim ki, bunun içərisində yaransın. Ona görə nə etmək lazım? Baxın, bunu seçirəm buradan, delete vururam, enter vururam, təsdiqlədim, sildim. Elə deyil. Buradan da silindi. Nə edəcəyik? Bunu seçməliyik. Baxın, vurdum, seçilmiş haldadır. Artıq rənginə fikir verin. Bu bağlı olsa belə seçilmiş haldadır. Açıq da saxlaya bilərsiniz, bağlı da saxlaya bilərsiniz. İndi bunun içərisinə əlavə edirəm. Nəyi? Məsələn, test. Baxın, test yazdım buraya, elə deyil. Bunun içərisinə əlavə olundu. Fikir verin. İndi burada da gəlib baxsaq, bunun içərisinə əlavə olunubdur. Aydındır? Yəni burada folder içərisinə fayl əlavə etmək üçün nə edirik? İlk öncə onu seçirik, ondan sonra buradan əlavə edə bilirik. Bu fayl əlavə etməkdir, new file. Bu isə folder əlavə etməkdir, new folder. İndi mən bunu seçib, gəlin buradan silək bunu. Baxın, seçdim, delete vurdum, enter vurdum. Daha sonra, ola bilər siz bəziləriniz bu hissələri biləsiniz, amma mən qeyd elədiyim kimi sıfırdan başlayanlar üçün nəzərdə tuturam. Yəni həm sıfırdan başlayanlar, həm də irəli səviyyəli biliyə sahib olan şəxslər bu dərslərdən yararlana bilməsi üçün mən bu qədər detallı izah edirəm. Yəni bu dərsimizdə HTML sənədini də, ilk HTML sənədini də tanıyacağıq, içərisindəki kodlara baxacağıq, ümumi struktura baxacağıq. Baxın, indi mən məsələn bura HTML dərsləri folderinin içərisinə bir dənə folder əlavə eləmək istəsəm, sağ düymə eləyib new folder deyə bilərəm və yaxud da ki, buradan folder əlavə edə bilərəm. Amma bu seçilsə əgər new folder desəm, məsələn yenə test deyirəm, folder əlavə elədim. Baxın, bu 03-ün içərisinə əlavə olundu. Baxaq bir dənə. Baxın, test bu 03-ün içərisinə əlavə olundu. Amma halbuki mən HTML dərsləri içərisinə yazmaq istəyirdim. Yəni bu folderin içərisinə yazmaq istəyirdim ki, bu 03-dən sonra düşsün. Onu necə eləməliyik? İndi bunu da silmək üçün baxın, bu seçilib hal-hazırda. Bunu buradan seçirəm, delete vururam, enter vururam, silindi buradan, elə deyil. Mən istəyirəm ki, HTML dərslərinə düşsün. Bu seçilib hal-hazırda, fikir verin, seçilib. Boş bir yerə vururam, indi seçilməyib artıq. Folder əlavə edirəm. Buradan da eləmək olar, buradan sağ düymə eləyib new folderdə eləmək olar. Məsələn 04 yazıram.
Enter vururam, fikir verin 04 düşdü bura. Məsələn, bir də indi bunu vurdum, 04-ün içərisinə əlavə edəcək. Çünki bu seçilmişdi. Boş yerə vururam, əlavə eləmək istəmirəm. HTML dərslərinə yenə əlavə eləmək istəyirəm. Buna vururam, məsələn 05 yazıram, dərsin adını. Məsələn, dərs adı yazacağıq da bura, elə deyil. Və düşəcək bura. İndi biz dərslərimizi keçdikcə burada bunları yaradaraq bu formada əlavə eləyəcəyik. Aydındır? Və bu formada keçəcəyik dərsləri. Daha sonra bunu gəlin buradan silək, delete eləyib enter eləyirəm. Daha sonra 04-ü də delete eləyib enter eləyirəm. 03 folderimiz açıqdır. Artıq bu hissələri bildiniz də ümid eləyirəm, elə deyil? Bu belə. Yəni qeyd elədiyim kimi, hər hansı bir folderi, məsələn, baxın bunu bağlayıram buradan yenə. Bunu da bağlayıram. İndi bu yaddaşda qalıbdı. Fikir verin, yaddaşda qalıb. Visual Studio Code'a daxil olanda bizə göstərəcək, zaten göstərəcək ki, burada belə bir folderimiz var. Bu gələni də bağlaya bilərsiniz bu səhifəni, X verirsiniz. Ola bilər bu hissə sizdə görünməsin. Baxın, bu hissə görünməsin. Buna klik etməklə fikir verin, burada qısa yolundur deyəcəm. Buna klik eləyəndə bura bağlanır. Fikir verin, bağlandı. Buna klik edirəm, açıldı bura. Aydındır. Extensionlar hissəsinə baxmaq istəsəniz buradan baxın. Bir də extensionlarda dərsində mən author name tagi də dedim yükləyərsiniz sizə. Orada yazı ilə göstərmişdim. Bunu da yükləyin siz. 3 dənə extensiondan istifadə edəcək. Bundan Peter deməli burada nə idi? Prater'dan bir də ki live serverdən bu üçündən istifadə edəcəyik. Bunları yükləyin. Extension hissəsinə baxa bilərsiniz. Baxın burada qala bilər. Ola bilər burada qalsın, burada qalsın bunlar. Baxın, folderi tapa bilməyəsiniz. Gəlin bunun üzərinə. Bura, Explorer hissəsinə. Burada sizin açdığınız folder görsənəcək. Bunu da sağa sola çəkərək dəyişdirə bilərsiniz ölçüsünü. Amma burada açanda burada kod hissəsi olacaq. Burada isə folderlər. Ona görə bunu mən həmişə saxlayıram harda bu yazının bitdiyi yerdə çox vaxt. Və qısa yolu isə Ctrl B. Ctrl bir də ki B-ni vuranda bura bağlanır. Baxın Ctrl B eləyirəm, bağlandı. Yenə Ctrl B eləyirəm, açıldı. Ctrl B eləyirəm, bağlandı. Ctrl B eləyirəm, açıldı. Aydındır. Ona görə bu qısa yolda bilə bilərsiniz. Və yaxud da ki, mən istifadə etdiyimdə, buranı necə bağladım mən birbaşa? Birinci Ctrl B eləmişəm. Aydındır. Bu da belə. İndi bu folderə qeyd etdiyim kimi yaddaşda qalır. VS Code-a daxil olanda zaten həmən folderdən başlayır. Elə deyil. İndi bunu başqa bir yolla da, məsələn, bu folderi başqa bir yolla da biz VS Code-da aça bilərik. Baxın, bunu seçdim bu formada. Sağ düymə elədim. Burada, baxın, Open in Terminal deyir. Baxın, Open in Terminal deyir. Yəni, bunu terminalda aç deyir. Vururam üzərinə. Baxın, vurdum üzərinə, terminalda açıldı. Burada fərqli-fərqli terminallar gələ bilər. PowerShell gələ bilər. Məndə indi fərqliləri çoxdur. GitHub var, Ubuntu var və s. İndi sizdə hansı olsa o gələcək. Fikir versəz, HTML dərsləri bu folderin içərisindəyəm. Desktop içərisində HTML dərsləri. Yəni, terminalda bunu açmışam. Buna sadəcə code.dm ilə enter vurmaqla bu folderi yenə mən Visual Studio Code'da aça biləcəm. Aydındır, amma burada fikir verin də hansı folder içərisindəsiniz, burada ona fikir verin. HTML dərsləri içərisindəyəm hal-hazırda, elə deyil. Yəni bunu açmaq istəyirəm. Bu HTML dərslərini kod nöqtə deyərək bu Visual Studio Code'unu açmaq istəyirəm. Gördünüz, bunu kod nöqtə yazdım, Visual Studio Code'da yenə də bu açılmış oldu. Aydındır, iki yolla da eləyə bilərsiniz. Fərqli yolları da var, amma bu iki yolu bilsəz kifayət eləyəcək. Nəysə, bu qədər məlumat ümid edirəm ki, sizə kifayət elədi. İndi gəlin Visual Studio Code'u açaq buradan və İlk HTML sənədimizi incələməyə başlayaq. Buna da X verirəm. Burada deməli nə var? Index.html var. Baxın, HTML fayllarının qeyd etdiyim kimi genişlənməsi, uzantısı .html olur. HTML bu formada yazılır. İndi biz əslində bir HTML sənədi yaratmışıq. Bunun üzərinə klik edirəm. Boşdur hal-hazırda. Burada biz doctype-dır və s. bunları yazmalıyıq. Bunları da yazmaq üçün qısa yol. Nida yazın. Baxın, nida yazın, belə bir tamamlayıcı gəlməlidir. Əgər gəlmirsə, Ctrl boşluq vuraraq görə bilərsiniz. Baxın, belə bir deməli qısa yol deməyək, tamamlayıcı gələcək sizin üçün. Ctrl boşluq vuraraq, uzun düyməni də yəni, vuraraq bunu görə bilərsiniz. Amma nida yazında normalda gəlir. Nida yazdınız, belə bir şey gəlir. Enter vurursunuz, baxın, bu kodlar gəldi bura. Bu kodlar artıq gəldi bura, elə deyil. İndi biz bu kodları incələyəcəyik. Buranı sol tərəfi Ctrl B eləyib bağlaya bilərik, açıqda qala bilər. Açıq qalsın, hələ ki bizə bir maneçilik yoxdur çünki. Bu nədir mənim başımı qatır, burada bircə dəqiqə bunu atım. Deməli, baxın, burada doctype HTML yazılıbdır. Bu HTML5 sənədi olduğunu, faylı olduğunu bildirir brauzerlərə. Yəni, bizim bu səhifələrimiz brauzerlərdə render olunacaq. Biz səhifə hazırlayacağıq. Bu müxtəlif şəxslərin brauzerlərində, kompüterlərində olan brauzerlərdə və yaxud da ki, bizim öz kompüterimizdə olan brauzerdə live olacaq, aktiv olacaq, elə deyil.
Bu zaman həmin o brauzerin bu sənədi tanıması üçün, hansı sənəddir, qarışığa düşməməsi üçün doc type ilə biz bildirilir ki, burada bu sənəd deməli HTML5 sənədidir. HTML çünki fərqli versiyalarda var. HTML5 ən çox istifadə olunandır, yenidir. Ona görə də HTML5 sənədi olduğunu bildirir. Burada HTML yazılıbdır, fikir verin. HTML yazılıb, Lang yazılıb, bu dil özəlliyidir, ingilis deməli ingilis dili yazılıb burada. Baxın, HTML var, səhifədə HTML quruluşu var. Baxın. Və bu burada açılıb, buna deyirlər tag. Baxın, buna deyirlər tag. Deməli, böyük dil işarəsi ilə, bu işarə ilə başlayıb HTML, yəni tagin adı yazılıb. Buradakı bu lang yazılan, buna fikir verməsəz də olar, buna atribut kimi baxmaq olar. Baxın, bu formada düşünün. HTML burada yazılıb, bağlanışı isə baxın, üzərinə vuranda göstərir mənə, buranı da işarə eləyir. Burada bağlanıbdır. HTML-dən öncə eyni buradakini yazırsan, amma qarşısına bir dənə bu formada slash atanda o tagi bağlayırsan artıq. Yəni, yuxarıda açıldı, burada bağlandı. Bu qədər hissədir bunun tutduğu yer. Aydındır? Bunun tutduğu yer bu qədər hissədir. Hətta bir dənə Ctrl-S eləyirəm, baxın. Bu extensionlara gedək bir dənə. Baxın, extensionlara gəlirəm. İndi gəlin extensionları niyə yükləmişik, onları izah edeyim. Ondan sonra tam ətraflı bu sənədlərə yenidən baxaq. Bunları biraz aşağı çəkə bilsək. İlk öncə auto rename tag. Baxın bu. Bu niyə görə yükləyin dedim sizə. Məsələn, mən HTML-i burada dəyişmək istəyirəm bu tagi. L-nı yuxarıdan silirəm, aşağıdan da silinir. Fikir verin. Daha sonra bunu m-nı silirəm, t-nı sildim, h-nı sildim. Baxın, hamısı silindi. Yuxarıdan da silinir, aşağıdan da. Auto rename tag olmasaydı, mən buradan siləndə aşağıdan silinməyəcəkdi. Bu mənim işimi rahatlaşdırır da. Məsələn, HTML-i yazıram bura, aşağıya da yazılır. Aydındır? Bu formada və ya məsələn burada body yazılıb, belə deyil. Baxsaq əgər, baxın, bu formada baxaq. Body yazılıb burada. Burada açılıbdır tag, burada bağlanıbdır, elə deyil. Y-nı silirəm buradan, silindi. Baxın, bunu silirəm. Məsələn, bura div yazacaqdım mən. Bu oldu div artıq. Fikir verdiniz? Ona görə auto rename tag bu üstünlüyü gətirir. Yəni bizim işimizi rahatlaşdırır. Yoxsa bir var buradan silim, sonra gəlim buradan da silim, təzədən yazım, amma elə buradan siləndə birbaşa mənim işimi rahatlaşdırır dediyim kimi. Ona görə auto rename tagdən istifadə edirik. Daha sonra məsələn kodlarımız bu formada səliqəsiz ola bilər. Baxın, hərəsi bir tərəfdə ola bilər. Tabla indi gedək. Baxın, belə ola bilər kodlar, qarışıq ola bilər də. Ctrl-S eləyəndə bunlar səliqə ilə düzülür bura. Fikir verdiniz? Onu eləyən burdadır, baxın. Operator'dır, baxın bu. Onu eləyən budur. Ona görə dedim bu extensionu yükləyim. Məsələn, baxın bu formada boşluq yazıram. Burada indi bəzən bizim istəmədiyimiz düzəlişlər də eləyir, amma olsun, onlar olduqca deyəcəm. Baxın, belə bir səliqəsiz olanda, oxuna bilməyən olanda kodlar, məsələn, belə bir şey olanda, Ctrl-S etdiyimiz zaman bu operator artıq bunları düzəldir bizim üçün. Aydındır, Ctrl-S ilə birləşdirilir. Sizdə də bu aktiv olmalıdır. Bir də live server var burada. Live server isə bizim bu sənədi brauzerdə canlı olaraq görməyimizə şərait yaradır. Canlı olaraq görməyimizə şərait yaradır. Bunu da necə eləyəcəyik? Baxın, live server. Live server necə istifadə olunacaq? Ya gəlirsiniz bura, Explorer hissəsində. Bu folder var. Baxın, burada folder var, elə deyil. Index.html hansı HTML sənədi ilə işləyiriksə əgər, onun üzərində sağ düymə eləyirsiniz. Open with live server. Open with live server deyirik buna. Yəni, live serverdən aç. Baxın, buna vurduğumuz zaman brauzerdə açılacaq bizim HTML sənədimiz. Baxın, bizim HTML sənədimiz də artıq bu. İndi bunu tanımaq üçün ən azından fikir verin. Burada dokument yazılıb, belə deyil. Mən gəlirəm bura, VS Code'a gəlirəm. Hətta bunları kiçildirəm. Hətta baxın, bunları kiçildirəm, tələsməyək. Əsas odur ki, bu hissələri yaxşı başa düşün, narahat olmayın. Təqlər hissəsini çox rahat izah eləyəcəm sizə mən. Əsas odur ki, bu şeylərdə çətinlik yaşamayın. Baxın, bunları da çəkirəm bura. Bu bizim brauzerdir, elə deyil. Bu da bizim nədir? VS Code'dur. Elə deyil. İndi məsələn, mən burada dokument yazılıb, elə deyil. Bunu biz dəyişdirə bilərik. Baxın, bu dokument burada yazılandı. Bu title ki var. Qoy Ctrl-B eləyim, bu solu da bağlayayım. Bu title ki var burada. Bu, burada yazılan hissəni göstərir bizə. Hit tagi içərisində yazılıb. Məsələn, bunu mən yazıram. İlk dərs. Ctrl-S eləyirəm, baxın. Ctrl-S eləyirəm, avtomatik burada da dəyişdi. Səhifə yeniləndi. Mən əgər live serverlə bu səhifəni ayağa qaldırmasaydım, burada Ctrl-S elədiyim zaman gəlib burada özüm yeniləməliydim bunu. Ki bu dəyişikliyi görə bilək. Amma mən burada Ctrl-S eləyəndə avtomatik bu dəyişikliyi görüb ekranda yansıdan live serverdir. Çünki mən live serverini açdım. Burada sağ düymə eləyib Open White Live Server dedim. Və yaxud da ki, buradan açmazsınız, Ctrl-B eləyirəm, oranı bağlayıram. Bu sənəd elə bu sənəddəsiz sağ düymə eləyərsiniz. Baxın, burada da Open White Live Server gələcək. Open White Live Server. Yəni,
live serverindən aç. Buna vuranda live serverini açmış olacaq. Bu sənədi belə də aça bilərsiniz. Baxın, bu formada da açmaq olar. Məsələn, hardadır bu sənəd? Baxın, HTML dərsləri içərisində, 03-ün içərisində indeks HTML. Bu formada da aça bilərəm. Baxın, bu formada açdım indi. İndi gəlirəm məsələn ilk yazıram bura. Dərs yazmıram. Ctrl S edirəm, görürsüz dəyişiklik olmadı. Refresh eləsəm dəyişiklik olacaq. Aydındır? Amma live serverlə açanda, Open White Live Server deyəndə mən burada artıq dəyişikliyi belə yazdım, Ctrl S eləyəndə avtomatik özü dəyişir. Aydındır, live serverdə buna görə bizə lazımdır. Okay, bunu başa düşmək lazımdır. İndi buranı bağlayıram mən. Baxın, buranı bağlayıram. Hələ ki bura baxmayaq. Bir sonraki dərsdə bunu zaten görəcəyik burada. Amma məsələ nədir? Yəni biz burada, hətta bağlamayım qoy. Belə qalsın. Buna X verək. Bunu da çəkək bura. Qoy qalsın burada. Bağlamıram. Gəlin indi bunu incələyək. Bu kodları incələyək. Baxın, qayıdıram yenidən bu hissəyə. Demək olar hər şeyi izah elədim. Bir dənə bu kodları izah eləmək qaldı. Ondan sonra artıq növbəti dərsimizdə başlayırıq təqləri keçməyə. Deməli, doctype-ı bildik. HTML5 sənədi olduğunu bildirir brauzerə. Elə deyil. Burada da fikir versəz əgər, baxın mənim lokal hostumda 5500 portunda ayağa qalxıbdı live olaraq. HTML yazılıb burada. Dedik ki, HTML sənədi, yəni bizim web saytımız və s. bunu əhatə edir. Bu HTML onu göstərir burada. Yəni bunun içərisində bütün kodlarımızı yazacağıq biz. Bu HTML özü də fikir versəz 2 təqdən ibarətdir. 2 əsas təqdən ibarətdir. Buna birinə deyirlər hid hissəsi. Baxın, burada açılıbdır hid təqi. Harda bağlanıb? Burada bağlanıb. Üzərinə vuranda klik edirəm üzərinə göstərir burada bağlandığını. Bir bundan ibarətdir. Bunu bağlaya da bilərəm buradan. Fikir verin, bağladım. Bu formada görsəniz içərisindəki kodlar var da. Hətta bağlayaq. Baxın, bu formadadır. HTML bir hid, bir də ki body təqlərinə ibarətdir. Yaxşı, bu hid nədir, body nədir? Buna baş və gövdə olaraq baxmaq olar. Hid hissəsi baş hissəsidir düşünün. Çox belə görsənən hissə deyil bura. İndi burada məsələn var, title var burada. Dedik title burada yazılan hissəni göstərir bizə, elə deyil. Bu görsənir ekranda. Amma normalda hid içərisində yazılanlar ekranda təsiri olmur. Yəni ekranda görsənən bir şey olmur. Amma sənəd üçün vacib məlumatları özündə saxlayır. Məsələn, burada meta təqləri var. Baxın, bu təqlər artıq biraz fərqli təqdir. Bu burada açılıb, elə burada da bağlanıb özü. HTML kimi burada açılıb, burada bağlanmayıb. Fikir verin, burada açılıb, bura atribut yazılıb. Charset bu o deməkdir ki, türkcə, Azərbaycanca karakterləri, simvolları dəstəkləməsi üçündür. UTF-8 yazılıb bura. Bu Unicode-la və s. bağlı bir şeydir. Charsetlərdən çəkilir bura. Meta yazılıb burada, elə deyil. Və burada da elə bağlanıb. Fikir verin, slash atılıb bura, burada da bağlanıbdır. Aydındır? Daha sonra burada bir dənə də meta təqi var. Bu isə responsive design ilə bağlıdır. Yenə burada yazılıb, name verilibdir və s. Bu meta təqləri haqqında danışacağıq, narahat olmayın. Yəni SEO dərsləri keçdiyimiz zaman orada meta təqlərini və s. ətraflı izah edəcəm. Hal-hazırda sizdə fikir yaranmasını istəyirəm. Hid içərisində bu məlumatlar qeyd olunur. Yəni web saytla bağlı önəmli məlumatlar, description və s. açıqlama, başlıq hissə və s. bunlar. Yəni bunlar normalda səhifədə görünən hissə olmur. Amma body hissəsində bu body hissəsinə baxın, bu ağ yer kimi baxmaq olar da, belə deyək də. Hətta bu formada demək olar. Normalda HTML də zaten əhatə edir oranı. Bu body hissəsində biz səhifəni hazırlayacağıq. Məsələn, baxın. Məsələn, burada tutalım. Bizim menü hissəmiz ola bilər. Aşağıda məsələn burada bir dənə komponent olar, burada bir dənə komponent olar, nə? Burada bir dənə komponent olar bu formada. Burada ola bilər, belə ola bilər, burada ola bilər. Baxın aşağı hissədə footer ola bilər. Bunların hər birini biz body içərisində yazacağıq. Baxın, bunun içərisində yazacağıq. Bu təqin içərisində yazacağıq. Aydındır? İçərisində yazacağıq nə deməkdir? Yəni burada yazacağıq o kodları. Məsələn, baxın örnək olaraq yazıram, bunları keçəcəyik. Məsələn, div yazacağıq burada. Daha sonra aşağıda image yazacağıq. Örnek deyirəm, burada a yazacağıq. Məsələn, təzədən bir dənə div yazacağıq. Bunun içərisində bir dənə div yazacağıq. Bu formada kodlar yazacağıq. Bunları body içərisində işləyəcəyik biz. Aydındır? Amma hid içərisində, məsələn, CSS-imiz varsa əgər, CSS fayllarımız varsa, onları biz link özəlliyi ilə burada HTML sənədinə bağlaya bilərik və yaxud da JavaScript-i də buradan əlavə eləmək olur, amma normalda JavaScript body içərisində ən aşağıda əlavə olunması məsləhətdir. Bu da bu dərsimizin mövzusu deyil. Yəni demək istəyirəm ki, HTML ibarətdir əsas iki təqdən. Bir hid, bir də body'dən. Elə deyil? Yəni bu iki hissəyə bölünür. Hidin içərisində meta təqləri, title və s. link və s. qeyd olunacaq. Bunları keçəcəyik, narahat olmayın. Yəni bunlar sanki beyin hissədir, belə deyək, çox ortalıqda görünən hissə deyil. Amma body hissə isə gövdə hissə, bədən hissə isə hər zaman görünən hissədir. Yəni bu
səhifədə nə görəcəyiksə bu bed içərisində yazılanlar vasitəsilə görəcəyik. Məsələn, mən bura baxın, salam yazıram bura. Bu formada tag yazmadan, heç bir tag içərisində olmadan, yalnız bed içərisində yazaraq da yazmaq olar. Ctrl S edirəm, baxın salam gəldi, düşdü bura. Fikir verin. Məsələn, 4 yazıram. Ctrl S edirəm, baxın 4 gəldi, düşdü bura. Fikir verirsiniz. Yəni bed içərisində yazdıqlarımız bu səhifədə öz əksini tapacaq. Amma məsələ nədir? Bed içərisində mən bu formada bu mətn kimi yazdım. Biz bu mətn kimi yazmayacağıq. Təqlər yazacağıq. O təqlər içərisində ayıracağıq. Yazılarımız nələrsə var, ikonlar, ikonlar və s. də hər hansı bir işarələr varsa, onları müxtəlif təqlər içərisində yazacağıq. Böləcəyik də səhifəni düzgün struktura bölməliyik, böləcəyik, aydındır? Amma bu işləri dediyim kimi bədii içərisində eləyəcəyik. Yəni müxtəlif təqlərdən istifadə edərək o təqləri bədii içərisində, yəni burdan bura qədər olan hissədə təbii ki, bunu genişləndirəcəyik də. Yəni səhifəmiz olacaq 200 sətirlik, məsələn, HTML kodları ola bilər. Bunun içərisində yazacağıq. Məsələn, burada main yazacağıq. Məsələn, örnek deyirəm də indi. Burada nə footer yazacağıq bu formada. Footer içərisində əlavə məlumatlar olacaq. Normalda footer, yəni bu səhifələrdə görmüsünüz də, bəlkə ən aşağıda olan hissə var. Məsələn, əlaqə məlumatı qeyd olunur, linklər və s. də. Onlar footerdur. Main hissəsi var, navigation hissəsi var. Yuxarıda veb saytlarda görmüsünüz, burada navigation bar var. Yəni məsələn menyu hissəsi də belə deyək. Onları biz burada bölüşdürmək üçün navdan və s. istifadə edə biləcəyik. Aydındır? Amma o həmin təqlərin hamısını bədii içərisində yazacağıq. Aydındır? Yəni bu bədii içərisində yazacağıq. Ümid edirəm ki, bu dərsdə HTML sənədini başa düşə bildik. Yəni, baxın, biz hal-hazırda index.html deyərək bir dənə HTML faylı yaratdıq və onun içərisində bu formada kodları yazdıq. Ola bilər, baxın, bunu silirəm buradan. Ola bilər ki, bu nida yazanda sizdə bu gəlməsin, enter burası bu gəlməsin. Bunu əllə də yazmaq olar. Hətta götürün əllə yazın. Qoy sizə biraz fərqli olsun. Bunu böyüdə indi biraz. Baxın, tag açacaqsınız. Tagi açdınız bu formada, nida yazdınız. Məsələn, doc type yazırsınız. Bu vacib deyil ha. Ola bilər gəlmir sizdə, ona görə deyirəm. Gəlmirsə əgər, baxın bura bax. Gəlmirsə əgər, məsələn, nida yazdım. Ctrl boşluğu vurduğumuz zaman bu gəlməlidir. Tamamlayıcı gəlməlidir sizin üçün. Sinif tamamlamalıdır. Aydındır? Enter vururuq. Bu formada bizə gətirir. İndi artıq biz bir sonraki dərsdə başlayacağıq. Deməli, müxtəlif mətn təqləri və s. də indi təqləri keçməyə başlayacağıq. Həmin təqləri bu bədii içərisində yazaraq istifadə edəcəyik. Aydındır? Ümumilikdə bildik də HTML yazılıb burada. Bunun içərisində bir head var, bir də bədii var və bu head içərisində də müxtəlif təqlər var. Bunlar haqqında da sırası gəldikcə danışacağıq. Bədii içərisində yazılanlar haqqında isə təbii ki, artıq növbəti dərsdən başlayırıq danışmağa. Aydındır? Bunları öyrənməyə başlayırıq. Extensionlar hissəsində bildinizdə hər halda hansı extensionları yükləmək lazımdır. Live serverdir, Praetor'dur. Bir də ki, burada auto rename tag var. Bunu yükləməlisiniz. Installed hissəsində görsənməlidir. Baxın, ola bilər bu bağlı olar, siz də görməzsiniz. Gəlin bura, backtickə vurun, açın bunu. Aydındır? Bunlar ola bilər açıq olar burada. Bunu bağlaya bilərsiniz buradan. Məsələn, bunu da bağlaya bilərsiniz. Aşağı düşsün, bu formada qalsın. Bu da bağlı olsa belə olacaq. Açmaq üçün bunu edirsiniz. Aydındır? Ola bilər faylı tapa bilmirsiniz. Bu indeks, məsələn, save eləyək bunu. Baxın, indeks HTML sənədi buradan getdi. Tapa bilmirəm. Tapmaq üçün qayıtmalısınız bura. Baxın bura. Explorer hissəsinə. Bura vurursunuz, buradadır sizin fayl. İndi bir sonraki dərsdə burada 04 folderini yaradacağıq artıq. Onun içərisində index.html yaradacağıq yenidən. Onun içərisində isə təqləri yazmağa başlayacağıq. Aydındır? Bu dərsimizdə bu qədər. Ümid edirəm ki, sizə məlum oldu. Bu title-da dedim sizə. Baxın, title da burada açılıbdır, burada bağlanıbdır və bu da bizə göstərir. Baxın, burada bu hissəyə aiddir title. Məsələn, buranı dəyişəndə Ctrl S edirəm və gəlib bura baxdığımız zaman ilk olaraq çıxdı bizim qarşımıza. Və niyə görə avtomatik özünü yenilədi? Mən buradan yeniləməmiş. Çünki live serverindən ayağa qaldırmışam. Aydındır? Bu qədər. İndi bir sonraki dərsdə qeyd etdiyim kimi başlayırıq digər təqləri öyrənməyə. Sırası ilə digər təqləri öyrənməyə başlayırıq. Bu dərsi mütləq şəkildə, ciddi şəkildə izləyin. Əgər çətinliyiniz varsa folder yaratmaqda, VS Code-da folderi açmaqda və s. bu dərsi izləməyiniz mütləqdir. Və bir şey də deyim sonda. Əgər mən bu sənədi yaddaşa verməmişəmsə, burada 1 yazılır. Fikir verin bu formada. Amma bunu sağ düymə eləyib buradan save də eləmək olar. Copy paste, buradan save'imiz var. Daha doğrusu buradan yox.
Buradan eləyirdik, səhv etmirəm. Save. Baxın buna vurub. Fayla gəlib save eləsəz buradan. Qısa yolu göstərir. Control save'dir. Baxın save vururam, getdi buradan. İtdi buradan. Yəni bütün dəyişikliklər yadda qalıb. Amma belə elədiyimiz zaman yenə gəldi bura. Bir gəldi bura. Fikir verirsiniz. Bunu da yaddaşa vermək üçün Ctrl S eləyirsiniz. Və yaxud da ki bunu boşluq yazıram. Baxın burada göstərir. Nöqtə görsənir burada. X görünmür. Fikir verin. Amma Ctrl S eləyəndə bura fikir verin. Ctrl S eləyəndə burada X olur. Yəni bu sənəd yaddaşa verildi artıq. Aydındır. Bu da belə. Yəni bunları unutmayın. Ola bilər kodları burada yazarsınız, sonra görərsiniz ki, bu ekranda təsirini göstərmir. Niyə görə? Çünki sənədi yaddaşa verməmisiniz. Ctrl S eləyərək bunu yaddaşa verirəm mən. Aydındır. Baxın burada baxsınız, burada da görsənəcək. Belə bu dərsimizdə bu qədər. Bir sonraki dərsdə qeyd etdiyim kimi müxtəlif təqləri artıq başlayırıq öyrənməyə. Ümid edirəm bu dərs faydalı oldu. Bir sonraki dərsdə görüşək.